Hər kəsə salam, kanalıma xoş gəldiniz. Vlogu ona görə maşında başlamışıq ki, biz hal-hazırda xəstəxanaya oğlumun barmağındakı tikişi sökdürməyə gedirik. Göydən bir damcı yağış yağdığını görən kimi biz standart qazaxlılar yenə də birləşmişik qurutlu xəngəl yeməyə. Bu arada biz hamımız xəngəli bol soğanla sevirik. Salam. Hazır bütün aile birlikdəykən maşınlara mindik və gəlmişik yarmarkaya. Başqa bir gündən yenidən hamıya salam. Biz indi marketdəyik, aldıqlarımızı da evə gedəndə göstərəcəm. Qızlar, biz bu dəfə alış-verişi evimizin yanında Pətək market var, oradan etdik. Oradakı qiymətlər diqqətimi çəkdi, ona görə də istədim ki, sizlə də paylaşam. Məsələn, Airwick'in bu hava təmizləyici spreyi orada 3 manat 50 qəpiyə düşmüşdü. Normalda mən hər yerdə 5 manata falan görürəm bunu. Sonra 70 qəpiyə bir dənə uzun salfetdən götürdük. Bir də bu duş geli diqqətimi çəkdi. Normalda mən bundan istifadə edəmirəm, sifariş eləyirəm. Sadəcə indi bitmişdi deyə hələlik aldım. 2 manat 50 qəpik idi, səhv eləmirəmsə qiyməti. Sonra uşaqlar üçün bir dənə bu sabundan götürdüm. 1 manat 10 qəpik idi. Bir dənə yoldaşım üçün qolaltı sprey. Bir dənə də özüm üçün qolaltı sprey götürdüm. Sonra bir dənə də Ariel götürdüm. Bu 1,5 kiloqramlıq. Bu 8 manat idi orada qiyməti. Başqa marketlərdə amma 11-12 falan olur, səhv eləmirəmsə. Yəni burada çox münasib idi. Və Aura'nın bu tualet kağızını götürdük. Dörtlü olan 2 manat 50 qəpik idi, 60 qəpik idi. Nəyisə çəkmişdim, videoda görsənir. Bir dənə də özüm üçün Jakob'un bu kafesini götürdüm. Ümumilikdə isə bu alış-verişdə biz 30 manat xərcləmişik. İndi əlavə olaraq uşaqlara çöplü sok falan almışdıq. Yəni ümumilikdə 30 manata görə məncə çox yaxşıdır. Qiymətlər münasib idi. Dedim sizə də paylaşım. Əgər bu marketə yaxın ərazilərdə qalan varsa mütləq getsin, dəyərləndirsin. Axşamınız xeyir, hamıya yenidən salam. Bugün qardaşımın ad günüdür. Biz bura gəlmişik. Düzdür, vlogu çəkməyə biraz gec başladım. Hələ adaptasiya ola bilmirəm.
Eylül öz tortunu mininci dəfə kəsib üfürdükdən sonra isə hamımıza sağollaşırıq.